Salam uşaqlar. Deməli, söz verdiyimiz kimi növbəti bölmə ilə izahlara davam edirik. Bugün funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyəti olan son bölmənin izahına baxırıq birlikdə. Vaxt itirmədən keçək birinci suala. Birinci sualda bizə deyir, xətti funksiyalardan hansının qrafiki digərlərinin hamısının qrafiki ilə kəsişir. Deməli, funksiyanın qrafikinin digərlərinin qrafiki ilə kəsişməsi üçün şərtimiz odur ki, K1 fərqlidir, K2 olmalıdır. K nə idi? X-in yanında, X-in qarşısında yazılan əmsal idi. Gəlin variantlara baxaq. Deməli, A və D variantına baxıram. Hər ikisində X-in əmsalı 2-dir. Deməli, bu düz xətlər bir-birləri ilə paraleldir. B və C variantlarına baxaq. Hər ikisinin X-inin əmsalı -2-dir. Deməli, bunlar da paraleldir. Ancaq Y bəndində X-in əmsalı 5 verilibdir. Deməli, bu 5 digər variantlardakı K-lardan fərqlənir. Yəni, K-dan fərqlidir, digərləri ilə kəsişir. K1 fərqli K2 şərtini ödəyir. Eynisini gəlir ikinci sualında da baxaq, uşaqlar. Deməli, baxırıq burada, biz yenə də X-in əmsalına baxırıq. Sadəcə burada variantlarda görürəm ki, X-i bəzən yerlərini dəyişik veribdilər. Bu sizi qəti şəkildə çaşdırmasın. K X-in əmsalıdır. Deməli, A bəndində K-mız 3-dür. B bəndində də eyni şəkildə 3-dür. Deməli, bu düz xətlər bir-birinə paraleldir. C bəndində -3-dür. D bəndində yenə də X-in əmsalı -3-dür. Bu düz xətlər bir-birləri ilə paraleldir. Y bəndində isə K6 verilibdir bizə. Digər K-lardan fərqlidir. Deməli, bu düz xət digərləri ilə kəsişir. Gəlin üçüncü suala baxaq. Üçüncü sualda nə deyir? Üçüncü sualda bizə deyir ki, funksiyalarının qrafiklərinin kəsişmə nöqtələrinin absislərini tapın. Kəsişmə nöqtə dediyi zaman, uşaqlar, siz verilmiş funksiyaları bir-birinə bərabər götürüb həll etməlisiniz. Gəlin, bərabər götürüb həll edək. Deməli, eyni tərəfə keçirdək. -12 keçib -12 olur, bərabər 0. Uşaqlar, burada gəlin x kvadratına bir t deyək. Bu zaman x üstü 4 olur, t kvadrat, çıxaq 8t, üstə gəl 12, bərabər 0. Gəlin kökləri tapaq. Vuranda 12, toplayanda 8 eləyən köklər. Deməli, 6 və 2-dir. Əvəzləmədə yerinə qoymalıyıq, uşaqlar, burada mütləq. Yəni, x kvadrat bərabərdir bir dəfə 6-ya, x kvadrat bərabərdir bir dəfə 2-yə. T-nin qiymətini mütləq yerinə yazırıq. Bəs hansı ədədin kvadratı 6-dır? Təbii ki, müsbət mənfi kök altda 6-nın. Eyni şəkildə burada hansı ədədin kvadratı 2-dir? Müsbət mənfi kök altda 2-nin. Deməli, hər ikisində müsbət mənfi kök altda 6 və kök altda 2-dir cavablarımız 3-cü sualda. Baxaq görək hansı variantdadır. Bu isə olur D variantı. Deməli, 3-də cavab olur D bəndi. Eyni şəkildə 4 eyni qayda ilə gedir. Baxıram ki, tamamilə demək olar ki, rəqəmləri belə eynidir. Rəqəmlər sadəcə dəyişibdir burada. Qalan bütün qaydalar eyni qaydada davam edir. 5-ciyə baxaq. 5-də verilib funksiyalarının qrafiklərinin kəsişmə nöqtələri. Kəsişmə deyən kimi, uşaqlar, verilmiş funksiyaları bir-birinə bərabər götürüb həll edirsiniz. Yəni, 2x plus 4-ü bərabər götürürsünüz. X çıx 2-yə. Bəs bu cür verilmiş tənliyi necə həll edirik? Bu bildiyiniz kimi irrasional tənlikdir, uşaqlar. İrrasional tənliyi həll etmək üçün biz kökdən canımızı qurtarmalıyıq. Hər tərəfi kvadrata yüksəltməliyik. Kvadrata yüksəltdiyimiz zaman birinci tərəfdə kök və kvadrat gedir. Olur 2x üstə gəl 4. Bərabər digər tərəfi müxtəsər açırıq. Birincinin kvadratı, hasilinin 2 qatı, üstə gəl ikincinin kvadratı. Hər tərəfdən, uşaqlar, müsbət 4-lər islah gedir. Çünki onsuz da sağ tərəfə doğru keçirdəndə biri mənfi olub çıxılacaqdır. Eyni tərəfə doğru keçirdək, x kvadrat. Müsbət 2x sağa keçir, olur -2x, baxın bu şəkildə. Və olur -6x, 4x də toplanılır. Bərabər 0, x-i mötərizə xaricinə çıxardıram. Hər birinə ayrı-ayrılıqda 0 deyirəm. Və köklərimizi tapmış oluram. Deməli, x-imiz 0 və 6 oldu. Bizdən y koordinatımızı da istəyir. Y-i də necə tapaq, uşaqlar? Baxın, mənim funksiyalarımdan biri elə ən rahatı, köksüz olanı yazıram. X çıx 2-dir, düzdürmü? Burada istədiyinizi seçə bilərsiniz. Hər ikisində cavab eyni alınacaqdır. X-in yerinə bir dəfə bu 0 koordinatını yazıram. X-in yerinə 0 yazdıqda y bərabər -2 alıram. Deməli, mən x-in yerinə 0 yazdım. Y-i -2 tapdım. Sonra digər halda bu dəfə x-in yerinə 6 yazıram. Baxın burada funksiyanın özündə x-in yerinə 6 yazıram. Olur y bərabər 6 çıxılsın 2, yəni y bərabər 4. Bu zaman necə aldım? Deməli, x-in yerinə 6 yazdım, y-i 4 tapdım, uşaqlar. X 6, y 4. Həmişə birinci x-in koordinatını, sonra y-in koordinatını yazırıq. Baxaq görək hansı variantda var. 5-ci suala baxıram. 0, -2 və 6, 4. Uşaqlar, burada A bəndindəki 0, 2 sizi çaşdırmasın. Biz də -2 almışıq. Deməli,
bizim aldığımız variant C variantında var. 6-4 variantı. 0 -2-ni verməyibdilər variantlarda. Yəni biz hər ikisini tapmışıq, düzdür. Hansı olsa onu işarələyə bilərsiniz. 6-cı sualda birə-bir eynisidir. Gəlin keçid alaq 7-yə. Baxaq. Deməli, ilk öncə lövhəmizi təmizləyək. Yenə də baxaq görək 7-də nə deyir. Deməli, 7-də bizə 3 dənə funksiya veribdir. Və bizdən bu funksiyaların bir düz xətt üzərində, düz xətləri bir nöqtədə kəsişir deyir. Yenə də kəsişmə sözü var uşaqlar. Kəsişmə sözü varsa verilmiş funksiyalar bir-birinə bərabər götürməliyik. Daha sonra k-nı tapmalıyıq. Uşaqlar, burada 3 dənə funksiya olduğuna görə ilk birinci və ikincini bir-birinə bərabər götürüb gəlin həll edək. 5-də 1x üstə gəl 6. Yox, 6 yox, 2 bərabərdir. X çıxılsın 6-ya. Deməli, müsbət 2-ni keçirdək sağ tərəfə. 5-də 1x. Müsbət 2-miz sağ tərəfə doğru keçir, -2 olur. Yəni, x çıx 8. Çarpaz vursaq, x bərabərdir. 5x çıxılsın 40. X-i göndərək 5x-in yanına. Müsbət 5x sağa doğru, daha doğrusu x keçir. Ya elə 5x-i bəlkə keçirdək, belə daha rahat olar elə bil. 5x-i gəlin keçirdək bu biri tərəfə, olsun -5x. Yəni, -4x bərabər -40. X-imizə də qalır, deməli, müsbət 10. Bəli, x-i 10 tapdıq. Verilmiş istənilən funksiyada yerinə qoyub y-i tapa bilərsiniz. Məsələn, y bərabər x çıx 6 funksiyasında gəlin x-in yerinə 10 yazaq. Bu zaman 10 çıx 6, yəni 4 taparıq y-i. Y məlum, x məlum. Bizə də verib belə bir düz xətt. Y bərabər kx. Gəlin y-in və x-in qiymətlərini yerinə yazaq. Y-in yerinə 4 yazıram. X-in yerinə isə 10 yazıram uşaqlar. K-nı tapanda olur 10-da 4, ixtisar gedir 5-də 2. Baxaq görək, onluq kəsirlə veriblər, yoxsa adi kəsirlə. Bəli, variantlarda adi kəsirlə də elə veriblər cavabı. 5-də 2-dir. Əgər onluq kəsirlə vermiş olsaydılar, onluq kəsirə çevirərdik. Keçid alaq. 8-ci sual eynisidir. Orada da onluq kəsirlə veriblər. Birə-bir eyni qayda ilə özünüz həll etməyə çalışın. Keçək 9-cu sualımıza. Çalışın ki, özünüz də işləyəsiniz ki, uşaqlar yadınızda qalsın. Çünki özünüz yazmasanız, bu heç vaxt yadınızda qalmaz. Yəni, sadə bir əzbərçilik olar, sonra yadınızdan çıxar. Ona görə çalışın ki, işləyəsiniz. Videonu dayandırın və işləyin. 9-cu suala baxaq. Deyir, A parametrinin hansı qiymətlərində düz xətlərinin kəsişmə nöqtəsi ordinat oxu üzərindədir. Deməli, uşaqlar, ilk kəsişmə sözünü tuturam buradan. Kəsişmə dediyinə görə verilmiş funksiyaları bir-birinə bərabər götürməliyəm. Daha sonra isə deyir ki, ordinat oxu üzərində. Ordinat oxunun üzərindədirsə, yəni bu y-in üzərindədirsə, uşaqlar, deməli, burada x deyilən şey olmamalıdır. Yəni, x 0-a getməlidir. X gördüyümüz yerlərə 0 yazmalıyıq. Deməli, ilk öncə dediyini eləyirəm. Kəsişmə dediyinə görə bir-birinə bərabər götürürəm. 3x üstə gəl 2a kvadrat çıx 3a üstə gəl 6 bərabər -4x üstə gəl 3a kvadrat çıx 4a. Aha, bərabər götürdüm kəsişmə sözünə görə. Burada y oxunda deməli kəsişdiklərinə görə x gördüyüm yerlərə 0 deyirəm və sağ sola keçirdi, başlayırıq həll etməyə. 3a kvadrat çıx 2a kvadrat üstə gəl 3a çıxaq 6 çıx 4a bərabər 0. Sadələşdirək a kvadrat, bura 3 idi. Deməli, a kvadrat çıxılsın a, çıxaq 6 bərabərdir 0. Köylərimizi tapaq, a-mız olur müsbət 3 və -2. Buranda -6, toplayanda isə müsbət 1 edir, əksinə -1 yazıbdılar. Bizdən də elə a-nın qiymətlərini soruşurdu. -2 və 3 olur a bəndi. 9-cu sualımızda cavab oldu a. Gəlin, davam eləyək növbəti suallarımızla. Aha, 10-cu sualda da eyni qaydadadır. Kəsişmə deyir, bərabər götürürsünüz. X gördüyünüz yerə 0 deyirsiniz və sağ sola keçirdib sadəcə A-nın qiymətlərini tapırsınız. 11-ə baxaq. 11-də hiperbolası və Y bərabər 3x düz xəttinin kəsişmə nöqtələri arasındakı məsafəni soruşur. Uşaqlar, yenə də kəsişmə dediyinə görə ilk öncə bir-birlərinə bərabər götürürük. 12 bölü x bərabər 3x. Çarpaz vursam 3x kvadrat 12, x kvadrat 12-ni 3-ə böldüm 4 və x-im olur müsbət -2. Gəlin, buna uyğun şəkildə y koordinatını da tapaq. Deməli, uşaqlar, x-imin 2 qiyməti var. Müsbət 2 və -2. Düzdürmü? Funksiyalarımdan biri isə y bərabər 3x funksiyasıdır. Burada x-in yerinə bir dəfə 2 yazıram. Baxın bu 2-ni. Olur y-im 6. Bir dəfə də uşaqlar, x-in yerinə -2 yazıram. Y-im olur -6. Düzdürmü? 3-ü -2-yə vurdum.
Uşaqlar, x-in yerinə 2 yazdıqda 6 tapdım. Mənfi 2 yazdıqda mənfi 6 tapdım. Baxın, bunlar artıq oldu mənim koordinatlarım. Məndən isə həmin bu nöqtələr arasındakı məsafəni soruşur. Uşaqlar, iki nöqtə arasında məsafə düsturu var idi. AB bərabər kök altda x2 çıxaq x1 kvadratı, üstə gəl y2 çıx y1 kvadratı. Bunun müstəvidə və ya fəzada fərqi yoxdur. Bu düstur vasitəsilə siz iki nöqtə arasındakı məsafəni tapa bilərsiniz. Və sual olunar, bizim x2-miz, x1-imiz hansıdır? Uşaqlar, birinci gələn koordinat x-i göstərir, x1. İkinci gələndə təbii ki, y-i göstərir, y1. Burada x2, y2. Biraz qəşəng yazaq, y2. Gəlin qiymətləri yerinə yazaq və həll edək. AB bərabərdir. Kök altda. x2-nin yerinə yazıram. Deməli, mənfi 2. Çıxılsın, x1-in yerinə yazıram 2 kvadratı. Üstə gəl, y2-nin yerinə yazıram mənfi 6, çıxaq, y1-in yerinə yazıram 6 kvadratı. Gəlin hesablayaq. Deməli, bərabər kök altda. Mötərizəmizin neçə eləyir? Mənfi 4 kvadrat 16. Digər tərəf mənfi 12 kvadratı 144. Toplasaq edər 160. Uşaqlar, biz bilməliyik ki, 160, 16 vurulsun 10'dur. 16'dan 4 çıxır, 10 kökün altda qalır. Bu köklü qaldı. Baxaq görək variantlarımızda köklü cavablarımız varmı? Bəli, elə burada da kök altında veribdilər. Arasındakı məsafə 4 kök altda 10. Cavab olur D bəndi. Baxın bu şəkildə. 11'də cavab oldu D. Keçid alaq 12-ci sualımıza. Lövhəmizi təmizləyək. Bizdən nə istəyir? M parametrinin hansı qiymətlərində 2 dənə düz xət veribdilər. Həmin bu düz xətlərin kəsişmə nöqtəsi OY oxunun üzərində olar deyir. Yenə də kəsişmə dediyinə görə mən bu verilmiş funksiyaları bir-birinə bərabər götürməliyəm. 12-ci sual. OY oxunun üzərində, yəni Y-in üzərində kəsişirlərsə burada x-in işi nədir? X gördüyüm yerlərə də 0 deməliyəm. Uşaqlar, ilk öncə x-in yerinə 0 yazsam, birinci funksiyanın hansı hala düşər? 3m yaza bilmədim, bircə dəqiqə. 3, x-in yerinə 0 yazmalıyıq. 3m, y, çıxaq 4, bərabər 0. Düzdür. Buradan y-i tapsaq, 3m, y bərabər 4, y bərabər 4 bölək 3m. Funksiyamızı tapdıq. İkincisinə baxaq. Yenə x gördüyüm yerə 0 yazıram. Yəni, bütün 2mx artıq olur 0. 9m çıx 3y. Mənfi 1'i sağa doğru keçirsək, müsbət 1. Düzdürmü? İkinci funksiyadan söhbət gedir. Y-i tapsaq, 9m çıx 3 məxrəcə 1 sürətə düşür. Hər iki funksiyamızı tapdıq. Kəsişmə dediyinə görə bu verilmiş funksiyalar bir-birinə bərabər götürürük. Yəni 4 böl 3m'i bərabər götürürəm. 1, 9m çıx 3 funksiyasına bərabər. Gəlin çarpaz vuraq. Deməli 36m çıxılsın 4'ü 3'ə vurdum 12. Bərabər 3m'i də 1'ə vururuq 3m çarpazda. Deməli olur 33m bərabər 12. M də bərabər 33'də 12. M-in yanındakını məxrəcə yazdım. Hər ikisini 3'ə ixtisar etsək 11'də 4. Baxaq 11'də 4 varmı? Bizdən M-in qiymətini soruşurdu. Bəli, A bəndində var. 12-ci sualda cavab oldu A bəndi. Təkrar edirəm sualı. Bizdən deyirdi kəsişmə nöqtəsi və Y oxunun üzərində kəsişir. Deməli, Y oxunun üzərində kəsişdiyinə görə hər iki funksiyada harda x gördük yerinə 0 yazdıq. Birinci funksiyada x-in yerinə 0 yazanda mötərizənin içi təmiz getdi 0-a və əlimizdə qaldı 3m y çıxaq 4 bərabər 0. Y-i tapdıq. Digər funksiyada da eyni qaydada x-in yerinə 0 yazanda 2mx olan hissə 0-a getdi. Buradan da yenə y-i təklədik və funksiyalarımızı bir-birinə bərabər götürüb çarpaz vurduq, m-i tapdıq. Deməli, bu qayda. Sonra 13-cü suala baxaq. 13-cü sual da eynisidir, uşaqlar. Sadəcə burada sizə şərtdə biraz da gediş vermək istəyirəm. Yenə də bir-birinə kəsişmə dediyinə görə bərabər götürməliyik. Sadəcə siz burada 13-də nəyə diqqət etməlisiniz? Deyir ki, o x oxu üzərində kəsişirlər. Funksiyalar x oxunun üzərində kəsişir. Deməli, siz burada y gördüyünüz yerlərə 0 deməlisiniz. Aydındırmı? Bu funksiyada 13-cüdə deməli bərabər götürürsünüz və y olan yerlərə də hökmən 0 deyirsiniz. Sonra cavab özü ardıcıl alınacaq. Keçirik 14-ə.
14-də deyir ki, hansı funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən, funksiyasının qrafikinə simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetriyadan söhbət gedir. Uşaqlar, əvvəlcə bu koordinat başlanğıcına nəzərən simmetriya nədir? Bir onun haqqında danışaq. Deməli, sizə 2 nöqtə verirsə, x, y və sizə deyirsə ki, bu nöqtələri koordinat başlanğıcına nəzərən, hesablama başlanğıcına nəzərən simmetrik çevir. Siz hər iki koordinatı mənfiyə çevirirsiniz. Mənfi x, mənfi y şəklində olur. Yəni, biz verilmiş funksiyada x gördüyümüz yerə mənfi x, y gördüyümüz yerə mənfi y yazmalıyıq. Gəlin görək bu necə olur. Deməli, funksiyanın özünü yazıram. Y bərabər 3x kvadrat, üstə gəl 9x çıx 7. Düzdür? Bu mənim funksiyamdır. İndi nə etməliyəm? Y-in yerinə mənfi y yazmalıyam. X-in yerinə mənfi x yazmalıyam. Uşaqlar, x-in yerinə mənfi x yazdıqda mənfi x-in kvadratı onsuz da müsbət x kvadrat verir deyə bu hissə olduğu kimi qalır. Burada isə x-in yerinə mənfi x yazdıqda bu mənfi düşür qabağa, mənfi 9x olur. Çıxaq 7 də ki, öz aləmində orada durur. Y-in qarşısında mənfi var və biz bilirik ki, həmin baxın bu mənfini qarşı tərəfə, sağ tərəfə doğru verə bilərik. Sağ tərəfə doğru verdikdə bütün işarələr əksinə doğru dəyişir. Yəni, mənfi 3x kvadrat, müsbət 9x, müsbət 7 şəklinə düşür. Baxaq görək, hansı variantda var? Mənfi 3x kvadrat, müsbət 9x, müsbət 7. D bəndi. Düzdürmü? D bəndini oxşuyur. Funksiyanı tapdıq. 14-cü sualda cavab oldu D. Baxaq 15. 15-də gəlin 15-i də yazaq. Çünki burada biraz fərqli verir. 15-də nə deyir uşaqlar? Bu dəfə deyir ki, 15. Bizdə deyir ki, 15-də bu dəfə apsis oxuna nəzərən simmetrik. Apsis oxuna nəzərən simmetriya nədir? Gəlin onu yadımıza salaq. X, Y koordinatını verir və sizə apsis oxuna nəzərən, sonra deyə bilər ki, OX oxuna nəzərən simmetrik çevir deyirsə, uşaqlar, adı çəkilən qalır, yəni x olduğu kimi qalır, y-imiz digəri əksinə dəyişir, mənfi y olur. Deməli, verilmiş bu funksiya ki var, 5x kvadrat, çıx 13x, üstə gəl 4. Burada y gördüyüm yerə mənfi y yazmalıyam, x gördüyüm yerə də elə x yazmalıyam. Y-in yerinə mənfi y yazıram. X gördüyüm yerlərə də elə x yazdıqda olduğu kimi qalır. Düzdürmü? 5x kvadrat, çıx 13x, üstə gəl 4. Y-in qarşısındakı mənfini üzü sağa doğru versək, bütün işarələr əksinə dəyişər və belə bir funksiya almış olarıq. Baxaq görək hansı bəndədir. Mənfi 5x kvadrat, müsbət 13x və çıxılsın 4. B bəndi oxşuyur. Keçid alaq 16-cı suala. Lövhəni təmizləyirik. Burada simmetriyaya aid getdi bu suallarımız. Deməli, baxırıq 16-cı suala. Bizə 2 funksiya verilib və bizdən f, j, x funksiyasının qrafiki ordinat oxunu hansı nöqtədə kəsir deyə soruşur. Uşaqlar, biz ilk öncə bu funksiyanı tapmalıyıq. Yəni, necə tapmalıyıq? Siz burada deməli, j funksiyası ki var, uşaqlar, baxın görürsünüz, j içəridədir. J funksiyasını gətirib burada f-də yerinə yazmalısınız. J funksiyasını f-də yerinə yazmalıyıq. Bəs bu necə olur? F funksiyasını başlayıram yazmağa. Mənfi 3, x yazmıram uşaqlar. X-in yerinə j funksiyasını yazıram. Yəni, 2x çıx 1 yazıram. Daha sonra, ikimiz də o qədər gözəl oldu ki, qoyun bir daha yazaq onu. Deməli, 2x çıx 1 yazıram. Daha sonra, üstə gəl bir dənə də 1 var burada kənarda. Vurub açaq. Mənfi 6x, mənfiyə toqquşdu müsbət 3 və müsbət 1. Funksiyamız oldu mənfi 6x plus 4. Bu mənim funksiyamdır. Və mənə deyir ki, funksiyasının qrafiki ordinat oxunu hansı nöqtədə kəsir? Uşaqlar, funksiya ordinat oxunu kəsirsə, bura bir y bərabər yaza bilərik artıq. Funksiya ordinat oxunu kəsirsə, orada x olmamalıdır. X 0 olmalıdır. X-in yerinə 0 yazsaq, y-i 4 taparıq. Çünki x-in yerinə 0 yazanda, uşaqlar, baxın, bütün bu hissə 0-a doğru gedir və y 4 qalır. Deməli, x-imiz 0, y-imiz olur 4. Bəs hansı variantdadır? 16-da olur cavab B bəndi. Baxın belə. Keçid alaq 17-ci sualımıza. Görək 17-də nə deyir? Deməli, fx düz xəttdə ordinat oxunu 0,8 nöqtəsində. Biraz bunu
kənara çəkək, kəsir. Fx plus 6 düz xətti absis oxunu -7 0 nöqtəsində kəsirsə, fx çıxaq 2 düz xətti absis oxunu hansı nöqtədə kəsər? Aha, uşaqlar, fx hər hansı bir düz xətt. Məsələn, fx kx plus b düz xəttidir. Düzdürmü? Və ordinat oxunu 0,8 nöqtəsində kəsir. X gördüyüm yerə 0, y gördüyüm yerə 8 yazmalıyam. Yəni fx-in yerinə 8, x-in yerinə 0 yazanda b-ni 8 tapmış oluram. Deməli, mənim funksiyam əslində necəymiş uşaqlar? Kx üstəgəl 8 şəklindəymiş. Və deyir ki, fx üstəgəl 6. Deməli, bu bərabərliyin hər tərəfinə mən 6 əlavə etsəm, yeni bir funksiya alaram. Fx üstəgəl 6 funksiyasını alaram ki, bu da kx üstəgəl 8 və 6 toplanılır, 14 olur. Belə bir funksiya aldıq. Düz xətt isə absis oxunu -7 0 nöqtəsində kəsir. Deməli, -7 0 nə deməkdir? Biz burada x gördüyümüz yerə -7 yazdıqda y-imiz 0 olmalıdır. Uşaqlar, bu funksiyanın işarələməsidir deyə, yəni hər hansı bir y funksiyası da elə bir təsəvvür edin. Burada yazıram 0 y-in yerinə bərabər. X-in yerinə də -7 yazmalıyam. -7k üstəgəl 14. -7k-nı sağa doğru keçirsək, daha doğrusu sola doğru keçirsək, k bərabər 14-ü 7-yə bölürük, k-mızı tapırıq 2. Bizdən nə soruşur? Bizə deyir ki, fx çıxılsın 2. Baxın, biz fx funksiyamızı buraya qeyd etmişik. Fx-imiz kx plus 8-dir. Düzdürmü? Və bizə deyir ki, fx çıxılsın 2. Yəni, bunun hər tərəfindən 2 çıxmalıyam. Buradan da 2 çıxıram. Buradan da 2 çıxıram. Olur, fx çıx 2 bərabər. Uşaqlar, artıq burada k yazmaq istəmirəm. K-nın öz qiymətini yazaq. 2, x. 8-dən də 2 çıxırıq, qalır müsbət 6. 2x plus 6. Düz xətti absis oxunu hansı nöqtədə kəsir? Uşaqlar, baxın, bu düz xəttin absis oxunu, yəni x oxunu kəsdiyi nöqtəni axtarıramsa, funksiya x oxunu kəsirsə, onun y olan hissəsi, yəni baxın, bu hissə 0 olmalıdır. Yəni, buradan yazaq, 2x plus 6 bərabər 0, 2x bərabər -6, x bərabər -3 olmalıdır. Deməli, x-i -3 tapdıq, y-nə də onsuz da 0 yazmışdıq. 17-ci sualda cavab olur C bəndi. Aha, baxın bu şəkildə. Davam edək. Burada səhifə bitdi. Digər səhifəyə keçid alaq. Aha, burada daha maraqlı suallar var. Şəkillidir. Gəlin indi həmin bu suallara baxaq. Aha, bu hissəni də təmizləyək. 18. Uşaqlar, diqqətlə şəklə istəyirəm baxasınız. Burada 2 dənə düz xətt var. Biri fx-dir, digəri isə jx-dir. Fx dalğalı xəttlə göstəriləndir, jx isə düz xəttdir. Və bu funksiyalar müəyyən nöqtələr var ki, həmin nöqtələrdə kəsişibdilər. Gəlin görək hansı nöqtələrdə kəsişiblər. Baxın, 2 nöqtəsində kəsişiblər. Burada biraz bunu işarələməyə çalışıram. Burada 5 nöqtəsində kəsişiblər, bir də -3 nöqtəsində kəsişiblər. Kəsişməkləri isə onu göstərir ki, bu funksiyalar eyni qiymətləri alıblar. Yəni, jx funksiyası 2x plus 3-dür, düzdür uşaqlar. 5 nöqtəsində gəlin görək hansı qiymət alıbdır. J5. X-in yerinə 5 yazıram. 2 vur 5 üstəgəl 3. Edir 13. F2-ni tapmaq istəyirəm. F2-ni tapmaq üçün eyni nöqtədə kəsişdiklərinə görə yenə də 2x plus 3 düz xətti 2 var. Həmin burada x-in yerinə 2 yazıram. Yəni 2 vur 2 üstəgəl 3. 4 üstəgəldik 7. Daha sonra mənə lazımdır f-3-ü tapmaq. Düzdür uşaqlar, bunların qiymətini daha sonra toplamalıyam. F-3 demək, j funksiyasında gedirəm, x-in yerinə -3 yazıram. 2 vurulsun -3 üstəgəl 3. Bu şəkildə. -6 üstəgəl 3 edir -3. Funksiyaların hamısının qiymətini tapdıq. Deməli, bizə verir f2 üstəgəl j5 çıxılsın f-3. Düzdür? Qiymətlərinə baxaq uşaqlar. F2-nin qiymətini biz tapdıq 7. J5-in qiymətini tapdıq 13. Çıxaq. F-3-ün qiymətini isə -3 tapdıq. Burada 7, 13, 20 edir. Bu iki mənfilərimiz də uşaqlar toqquşur, yenə də müsbət olur. Və cavabımız olur 23. 18-ci sualda cavab olur 23. Açıq sualdır. Burada variant yoxdur. Cavab 23-dür. 19-cu sual 1-ə 1 yenə də eyni qayda ilə davam edir.
Gəlin, baxaq digər suala. 20-yə. Biraz belə sürüşdürüm. Sizə də görmək rahat olsun. Aha, 20-də yenə də bizə funksiya veribdir. İki funksiya var, gx və fx. Hər ikisi əyrilər şəklindədir, qrafikləri. Aha, baxaq. Bizə nə deyir uşaqlar? J0 var və bizdən həmin o J0-ın qiymətini f-də yerinə qoymağımızı soruşur. Biz ilk öncə J0-ı tapmalıyıq. Gedirik J funksiyasına, J əyrisinə baxırıq. Gəlin görək, 0-ı harda alıbdır? Baxın, 0 nöqtəsini yerinə yazanda, x-in yerinə 0 yazdıqda bu nöqtədə, y-ni bu alıbdır 6. Baxın burada. Deməli, J0, x-in yerinə 0 yazdıqda y olubdur 6. Daha sonra mən bu J0 6 ki var, həmin bunu aparıb f-də yerinə qoymalıyam. Çünki burada mürəkkəb funksiya şəklində verib. F6-nı tapmalıyam. Bəs gəlin görək 6 nöqtəsində funksiya hansı qiymət alıbdır? Baxın, burada diqqət eləsəniz, 6-nı alıbdır, deməli 5-də. 5 ilə kəsişir, düzdürmü? Deməli, F6-da qiymətimiz 5-dir. Daha sonra deyir F2. F2-ni gəlin tapaq. 2-də funksiyanın aldığı qiymət 3-ə bərabərdir, şəkildən görünür. Həmin bu qiyməti indi biz J-də axtarırıq, J3. J3-dəki qiymət isə uşaqlar, əgər səhv görmürəmsə, 4-də bərabərdir. J3-ümüz də 4-dür. Həmin bu aldığımız qiymətləri, yəni 5-i və 4-ü biz bir-birləri ilə toplamalıyıq. 5 üstə gəl 4, 9-a bərabərdir. Deməli, 20-ci sualda cavabımız olur 9. Eyni qaydada 21 də buna uyğundur. Gəlin 21-ə də baxaq. Biraz görüm şəkli yaxınlaşdıra bilsəm. Aha. Deməli, biz tapmalıyıq f-2-ni, J3-ü və J8-i. Gəlin görək necə tapırıq. Və bizə fx və gx funksiyalarının özlərini də veribdilər. Fx funksiyamız ax kvadratıdır. Gx funksiyamız isə x plus b-yə bərabərdir. Aha. Bəli, uşaqlar. Deməli, ax kvadrat və x plus b düz xətlərinə gəlin diqqətlə baxaq. Burada baxıram ilk öncə y-oxunu kəsdiyi nöqtəyə, yəni 2 nöqtəsinə. 2 nöqtəsində y-oxu kəsilibdirsə, biz bilirik ki, y-oxunun kəsildiyi nöqtə bizim b nöqtəmizdir. Yəni, b-miz 2-yə bərabərdir. Yəni, bizim gx funksiyamız əslində x plus 2 şəklindədir. Və bu funksiyalar hər ikisi müsbət 2 nöqtəsində kəsilibdirlər. Baxın burada. Bu o deməkdir ki, müsbət 2 nöqtəsində funksiyalar eyni nöqtədə kəsişibdirsə, bir-birlərinə bərabər olmalıdırlar. Yəni, ax kvadratla x plus 2 düz xətləri bir-birinə 2 nöqtəsində bərabərdirlər. Yəni, x-in yerinə 2 yazıram. X gördüyüm yerlərə 2 yazanda bu hissə olur 2-nin kvadratı 4-a. Bu hissə də x-in yerinə 2 yazıram. 2 üstə gəlir 2, 4. A-mız olur 1. A-nı 1 tapdıq. A 1-dirsə, bizim fx funksiyamız deməli əslində necədir? Fx funksiyamız A-nın yerinə 1 yazanda x kvadratdır. Gx funksiyamızı da tapmışıq. X plus 2-dir. Funksiyalar açıq aydın ortadadır. Artıq qiymətləri tapa bilərik. F funksiyasında x-in yerinə -2 yazıram, kvadratı olur 4. J funksiyasında x-in yerinə 3 yazıram, olur 5. J8, x-in yerinə burada 8 yazıram, 8 üstə gəl 2, 10. Bütün qiymətləri tapmışam, indi verilmiş ifadədə yerinə qoyaq. Burada yazılıb f-2, yəni artıq 4, üstə gəl. Uşaqlar 3J3 yazıblar. Biz J3-ün qiymətini 5 tapmışıq. Qarşıda da 3 var, vurulur olur 15. Daha sonra çıxaq J8 deyir. J8-in də qiyməti 10-dur. Deməli, 4 15 edir 19. 10 da çıxırıq. Olur cavabımız 9. Bax belə. 21-ci sualda cavab olur 9. Keçid alırıq digər suallarımıza. 23-ə. Gəlin lövhəmizi təmizləyək. Görək 23-də nə deyir. Bəli. Deyir ki, fx və gx funksiyaları olarsa, f(gx) funksiyasının. Gəlin ilk öncə ilə buradaca dayanaq. f(gx) nə deməkdir? Bir ona baxaq. Yəni, f funksiyasına gedirik. Orada x gördüyümüz yerlərə gx yazmalıyıq. F funksiyasına gedirəm. -2 vurulsun. X yazmıram uşaqlar. Birbaşa j funksiyasını yazıram. 2-də 1x çıxaq 1. Üstə gəl 3. Vurub açaq. Vurub açanda 2-lər ixtisar gedir. -x
Mənfi 2-ni mənfi 1-ə vururam, müsbət 2. Bir dənə də kənarda müsbət 3 var. Mənfi x üstəgəl 5. Bu mənim funksiyamdır. Aha. Davamlı oxuyaq sualın. Funksiyasının absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın dərəcə ölçüsünü tapın. Aha. Burada biraz dayanaq uşaqlar. Deməli, bucaq ümumiyyətlə k ilə işarə olunur. Və bucağın dərəcə ölçüsünə söhbət gedirsə, burada söhbət tangens alfadan gedir. Və tangens alfa k x-in əmsalıdır. Bizim burada hal-hazırda x-imizin əmsalı, baxın, heç nə yazılmayıb, mənfi 1-dir. Yəni bizim k-mız, tangens alfamız mənfi 1-ə bərabərdir. Və sual olunur, tangens nə zaman mənfi 1 alır? Uşaqlar, tangens 1-i 45 dərəcədə alır. Mənfi 1-i isə üzərinə 90 gələndə, yəni 135 dərəcədə alır. Deməli, tangens 1 alır 45-də, 90 plus 45 isə olur 135 dərəcə, ikinci rübə düşür və tangens mənfi 1 alır. Deməli, alfamız oldu 135 dərəcə. Açıq sualdır. Bəli, keçid alaq 24-cü suala. 24 fərqlidir, 23-lə eyni deyil, ona görə də sualın gəlin izahına baxaq. 24. Deməli, fx düz xətti ordinat oxunu 0,6 nöqtəsində kəsir. Fx düz xəttindən söhbət gedir. Fx düz xətti hər hansı bir kx plus 5 şəklində olan düz xətti və deyir ki, 0,6 nöqtəsində kəsir. Bu o deməkdir ki, x-in yerinə 0 yazırıq, y-imiz olur 6. Yəni, y-in yerinə 6 yazıram, x-in yerinə 0, b-mizi 6 tapmış oluruq. Deməli, bizim fx funksiyamız kx üstəgəl 6 şəklindədir. Davam edək. F(x) çıxaq 4 düz xətti absis oxunu mənfi 5, 0 nöqtəsində kəsirsə. Uşaqlar, f(x) çıxaq 4 o deməkdir ki, x gördüyümüz yerə biz x çıxaq 4 yazmalıyıq. Yəni, k vurulsun, x yox, x çıxaq 4 yazıram, plus 6. Və mənfi 5, 0 nöqtəsində kəsir. X-in yerinə mənfi 5, y-in yerinə 0. Bu hissə olur 0. K, x-in yerinə mənfi 5 yazıram uşaqlar. Elə buradaca istəyirəm yazam yerinə. Mənfi 5 olur mənfi 9. Buranı da belə yazaq da onda. Mənfi 9k üstəgəl 6. Mənfi 9k-nı sağa keçirtsək, müsbət olur. K-mız olur. Deməli, 9-da 6, yəni 3-də 2. Daha sonra fx düz xəttinin koordinat oxları ilə əmələ gətirdiyi fiqurun sahəsini tapın. Gəlin qaydaq başa fx düz xəttinin özünə. Fx düz xətti buradaydı. Kx plus 6 şəklindəydi. K-nı biz 3-də 2 tapdıq. Funksiyamız 3-də 2x üstəgəl 6 şəklinə düşdü. İndi isə koordinat oxları ilə əmələ gətirdiyi fiqurun sahəsini tapmalıyıq. Uşaqlar, bu hissədən azca silim. Gəlin koordinat oxlarından çəkək funksiyamızın qrafikini. Aha, bu bizim düz xəttimiz. K-mız uşaqlar 3-də 2 olduğuna görə birinci rübdən keçir və müsbət 6 nöqtəsindən keçir. Baxın, belə bir şəkil olur. Burada bu kəsdiyi yuxarıdakı nöqtə 6 nöqtəsidir və K-mız da 3-də 2-yə bərabərdir. K-nın 3-də 2 olmağı, uşaqlar, K 3-də 2-dirsə, bu y-in x-ə nisbətindən söhbət gedir də, düzdürmü? Həmin bu fiqurun sahəsini, baxın, mən bu fiqurun, bu üç bucağın sahəsini tapmalıyam. Bu üç bucaq da düz bucaqlı üç bucaq olduğuna görə sahəsini A vurulsun B, bölək 2 ilə tapmalıyam. Məxrəcimiz 2-dir. Tərəflərimizdən biri 6-dır. Bizə qalır sadəcə, baxın, bu oturacaq hissəni tapmaq. Oturacaq hissəni, yəni baxın, bu x-in koordinatını necə tapmalıyam? Burada funksiya x oxu ilə kəsişdiyinə görə onun y-i yoxdur, y-i 0-dır. Baxın, bu hissəni biraz düzəldək. Y-i 0-dır, yəni baxın, bu hissiyə 0 yazsaq, rəngi biraz dəyişək. Olur deməli belə. 3-də 2x üstəgəl 6 bərabər 0. 3-də 2x bərabər mənfi 6. 2x-imiz mənfi 18, x-imiz olur mənfi 9. Baxın, bu kəsişdiyi nöqtə mənfi 9 nöqtəsiymiş. Yəni, uşaqlar, məsafədə mənfi olmur axı. 0-dan mənfi 9-a qədər məsafəmiz, bütün bu məsafəmiz olur 9. 6 vur 9, 54, 2-yə bölürük 27. Deməli, 24-cü sualda cavabımız olur 27. Sual biraz geniş idi. Mən də lövhəyə əlimdən gəldiyi qədər sıxışdırmağa çalışdım. Biraz da xəttim pisdir. Üzürü sayarsınız. Əlimdən gəldiyi qədər izah etməyə çalışdım uşaqlar sualı. Gəlin bir dəfə ümumiləşdirək. Deməli,
İlk öncə 0,6 nöqtəsi vermişdi. Onlar yerinə yazdıq, B nöqtəsini tapdıq. Tapdıq ki, funksiyamız kx plus 6 şəklindədir. Daha sonra harda x görürdük, yerinə x çıxaq 4 yazdıq. Baxın bu şəkildə. Sonra yeni koordinat vermişdi, -5, 0. Həmin koordinatları da yerinə yazanda k-nı tapdıq. Və tapdıq ki, bizim funksiyamız 3-2x üstəgəl 6 şəklindəymiş. Yəni ardıcıl məndən bir yerdə siz də yazın, işləyin. Onda yadınızda qalacaq. Daha sonra isə koordinat oxlarını çəkdik və B nöqtəsi 6 idi deyə üçbucağın tərəflərindən biri 6 oldu. Digər tərəfi də burada tapdıq 9 idi. Sahəni də tapanda AB bölünsün 2 düsturundan istifadə etdik. Bax belə. Keçid alırıq 25-ci suala. Görək 25-də nə deyir? Aha, 25 uyğunluqdur. Gəlin baxaq. Uyğunluqdur. Gəlin yazaq. Deməli, birinci. Bizə iki funksiya verir uşaqlar. 5x plus 2 və 5x çıxaq 7. Hər ikisinin k-sı eynidir. B-ləri isə fərqlidir. Deməli, bu qrafiklər bir-birləri ilə paraleldir. Bircə. İkinci, 3x plus 6, 2x plus 6. B-ləri eynidir, k-ları isə fərqlidir. Deməli, k-lar fərqlidirsə, yəni x-lərin qarşısı fərqlidirsə, bu düz xətlər bir-birləri ilə kəsişir. 2 oldu A. Daha sonra baxaq. Sonra üçüncüyə baxaq uşaqlar. Üçüncüdə, burada istəyirəm göstərəm, 2x plus 6 bölək 2 var. Sürəti parçalasam, yəni 2x böl 2 üstəgəl 6 böl 2 şəklində yazsam, onlar x plus 3, düzdürmü? 2-lər ixtisar gedər. Digəri də x plus 3-dür. Digər funksiyanı da bizə x plus 3 şəklində veribdir. Gördüyünüz kimi eynidirlər. Deməli, bu qrafiklər bir-birləri ilə üst-üstə düşürlər. Üst-üstə düşür, baxaq görək hansı bəndədir? D bəndindədir. Deməli, 1C, 2A, 3 isə D oldu. Keçid alaq 26-cı suala. Başqa da məncə uyğun gələn yox idi. 26. Bu hissəni düzəldirəm. Lövhəmizi təmizləyək və sualımızı oxuyaq. Kx plus b funksiyasının qrafiki M04 nöqtəsindən keçir. Buradaca dayanıram. X gördüyüm yerə 0, Y gördüyüm yerə 4 yazıram. Y-in yerinə 4 yazaq. X-in yerinə 0 yazanda bu hissə bütün 0-a getdi. Üstəgəl B. Deməli, B-miz 4-dür. Onda Y bərabər Kx üstəgəl artıq B yox, 4 yazırıq. Və 1, -3, -3, 5 nöqtələrindən keçən düz xəttə paraleldir. Deməli, biz kənarda, uşaqlar, baxın, bu burada dursun bizim yan cibimizdə. Kənarda bir başqa düz xət var. Məsələn, AX plus B düz xətti var. Bunu K ilə B ilə işarə eləməyək ki, fərqli görünsün. Və bu düz xət 1, -3 nöqtəsindən keçir. Yəni, X gördüyümüz yerə tez 1, Y gördüyümüz yerə -3 yazıb həll edirik. Deməli, olur belə. X-in yerinə 1 yazdıqda A üstəgəl B bərabər -3 və daha sonra -3, 5 nöqtəsindən keçir. Bu dəfə X-in yerinə -3 yazıram, -3A. Üstəgəl B bərabərdir 5 nöqtəsindən keçir. Y-in yerinə də 5 yazıram və bu verilmiş sistem tənliyi gəlin həll edək. Uşaqlar, siz yuxarını müsbət 3-ə vurmaqla da həll edə bilərsiniz. Mən tərəf-tərəfə çıxmayla həll etmək istəyirəm. Tərəf-tərəfə çıxsam, A-dan 3A-nı çıxıram, olur 4A. Çünki 3A-nın qarşısında mənfi var. B-dən B-ni çıxıram, onlar 0-a gedir. -3-dən də 5 çıxıram, olur -8. A-mız olur -2. A-nı -2 tapdım. Deməli, başqa nə verir bizə? Deməli, bizim funksiyamız Y bərabər -2x üstəgəl B şəklindədir. Düz xəttdə deyir paraleldir. Yəni, mənim baxın, bu sonda aldığım düz xət, ilk öncə aldığım bu düz xətlə bir-birlərinə paraleldilər. Paralel olmaqlarına görə, uşaqlar, bunların k-ları gərək eyni olsun. K-ları eynidirsə, burada x-in qarşısında mənim k-m -2-dir. Deməli, mənim k-m -2-yə bərabər olmalıdır. Bizdən də KB hasilini soruşur. Və paralel olmaqlarına görə k-larımız eyni, B-lərimiz isə bir-birlərindən fərqli olmalıdırlar. Burada baxaq görək. Bircə dəqiqə düzəldim. K-mız -2-dir. B-miz isə, uşaqlar, deməli, buradakı B-mizə bərabərdir, yəni 4-dür. Bizdən də soruşur burada KB hasilini, yəni -2 vurulsun 4, -8. Cavab olur -8. Bu ətraflıdır, burada mənfi cavab ola bilər, bəli. Deməli, baxdım ki, görüm cavab niyə mənfidir.
Sonra aydın oldu ki, ətraflı sualdır. Ətraflılarda da belə adətən mənfi cavablar olur. Bəli, ancaq digər suallarda mənfi cavab adətən olmur. Baxaq 27-ci suala. 27. Deməli, bizə iki funksiya verilir və hər ikisi modul şəklindədir. Qrafiklərin əmələ gətirdiyi qapalı fiqurun sahəsini hesablayın deyir. Məsələni qrafikləri çəkərək alınan fiqurun sahəsi düsturundan istifadə etməklə həll edin. İlk öncə istəyirəm ki, bu qrafikləri, bu funksiyaları bir-birinə bərabər götürüb həll edək uşaqlar. Yəni belə, mənfi modul x çıx 3 üstəgəl 5 bərabərdir. Modulda x çıx 3 çıxılsın 5. Moduldakı x-3'ü bu bir tərəfə keçirdirəm. Mənfi ilə keçdiyinə görə bunlar toplanılır. 2 dənə x-3 olur. Müsbət 5'i sağa doğru keçirdirəm. Mənfi 10 edir. Çünki sağa keçəndə mənfi 5 olur uşaqlar. Modul x-3 10'u 2'yə bölürəm 5. Deməli, x çıxaq 3 bir dəfə müsbət 5'ə bərabərdir. Bir dəfə də mənfi 5'ə bərabərdir. X bərabər 8. X bərabər mənfi 2. X-imizin koordinatlarını tapdıq. Gəlin indi funksiyanın qrafikini çəkməyə çalışaq. Biraz əyri oldu. Və hətta çox əyri oldu. Bu şəkildə çəkdik. Deməli, gəlin görək qrafik necə qurulmalıdır uşaqlar. Deməli, ilk öncə koordinatlarımızı gəlin yazaq. Birinci funksiyanın koordinatları, təpə nöqtələri mötərizənin içindəki əksinə çölündəki olduğu kimi 3-5 nöqtələrindən keçən və üzü aşağıya doğru baxan bir modul funksiyasıdır. X-i 3'dür, Y-i 5'dir. Baxın, buradan bir dənə bura 5 nöqtəsidir. Bir modul funksiyası çəkəcəm və üzü aşağıya doğru. Çünki modulun qarşısında mənfi var. Digər funksiyanın isə qrafiki yenə müsbət 3, ancaq bu dəfə mənfi 5 nöqtəsindən keçməlidir. Müsbət 3, uşaqlar, mənfi 5 nöqtəsi də haradasa buralarda bir yerdədir. Bunları da birləşdiririk. Parabolanın təpə nöqtəsi bu hissədədir və qrafikimizi çəkirik. Bu şəkildə. Baxın, biz burada içəridə verilmiş bu fiqurun sahəsini, bu dördbucaqlının sahəsini tapmalıyıq. Bu dördbucaqlının sahəsi də necə olacaqdır? Deməli, istəyirəm ki, yuxarı hissəni sileyim, artıq mənim burada yerim qalmayıbdır. Deməli, uşaqlar, dördbucaqlının sahəsi S bərabər 2'də 1, D1 vurulsun D2 düsturu ilə hesablanır. 2'də 1 vurulsun D1. Bizə lazımdır birinci diagonal. Birinci diagonalımızda, baxın, bu hissədir uşaqlar, bu hissə. Bu hissədə mənfi 5'dən başlayır, müsbət 5'də bitir. Yəni, ümumilikdə 5-5, 10 addımdır. Birinci diagonalımız 10'dur. İkinci diagonalımız isə, baxın, bu nöqtədən bura qədər gəlir. Bəs soruşarsınız ki, bu hansı nöqtədir? Yəni, baxın, bu üzü sağa doğru olan, mavi xətlə də xətləyin bunu. Baxın, bu hissə, bu ikinci diagonalımız. Baxın, burada əvvəlcədən biz koordinatları tapmışdıq. X-imiz 8 və mənfi 2 idi. Yəni, bura 8-dir, bu hissə mənfi 2-dir. 8 addım üzü sağa, 2 addım da üzü sol tərəfdədir. Yəni, bu hissəmizin də koordinatları 10'dur. Burada yazıram 10. 2 və 10 ixtisar gedir, ya da elə ümumidə yaza bilərsiniz. 5, 50. Deməli, bu neçənci sual idi? Suala qaydaq. Mənə gəlir ki, 27-ci sual idi. 27-də də cavab olur 50. Bax, belə. Davam edək 28-lə. Burada da səhv etmirəmsə şəkil deyir, düzdürmü? Funksiyasının qrafiki y bərabər 8 düz xəttinin əmələ gətirdiyi qapalı fiqurun sahəsini hesablayın deyir. İlk öncə bir-birinə bərabər götürək uşaqlar 28-də də x çıx 1 üstəgəl 2 bərabərdir 8-ə. X çıx 1, 8-dən 2 çıxıram 6. Burada 2 tənlik həll etməliyik. X çıx 1 bərabərdir bir dəfə 6-ya, bir dəfə mənfi 6-ya. Bu hissə olur 7. Bu hissəmiz olur mənfi 5. Bu şəkildə. Sonra isə bizə deyir ki, həmin bu fiqurun gəlin sahəsini tapın. Gəlin ilk öncə şəklini çəkməklə başlayaq. Şəkili çəkirik. Deməli, biri y bərabər 8 düz xəttidir. Digəri isə təpə nöqtəsi, deməli, müsbət 1 nöqtəsində. Baxın, təpə nöqtələrimizdən biri müsbət 1 və müsbət 2 nöqtəsidir. Müsbət 2. Bunları qırıq-qırıq birləşdiririk. Buradan keçən bir dənə modul funksiyası çəkirik. Gələk biraz aşağıda çəkərdim uşaqlar. Bir dəqiqə.
Sonra bizə deyir ki, bir dənə də düz xəttimiz var ki, o 8 düz xəttidir. 8 də uşaqlar, baxın, haradasa buradan bir yerdən keçəcəkdir. Burada bir fiqur alındı. Gəlin o fiqurun içərisini rəngləyək. Baxın, bu fiquru ki, görürsünüz. Həmin bu fiqurun içərisini, biz bunun sahəsini tapmalıyıq. Gəlin tapaq. Deməli, və x-imizin də koordinatlarını tez yerinə yazaq. Bunun kəsişdiyi nöqtələr biri, baxın, bu hissə ki var, 7 nöqtəsidir. Digəri isə -5 nöqtəsidir. Gördüyünüz kimi burada yaranmış fiqur üçbucaqdır. Və burada 8 nöqtəsidir uşaqlar. Baxın, bu kəsişdiyi nöqtədə 8-dir. Bu gördüyümüz fiqur üçbucaqdır. Üçbucağın sahəsini tapmaq üçün mənə lazımdır 2-də 1 A vurulsun H. 2-də 1 A-mız nədir uşaqlar? A-mız oturacaqdır. Baxın, bu məsafədir. Görürsünüz bu məsafəni. Bu məsafə -5-də başlayır, -7-də bitir. Yəni, ümumilikdə 12-dir. Vurulsun. H lazımdır mənə. H bu üçbucağın hündürlüyüdür. Baxın, bu məsafədir. Məsafəni necə tapıram? Ümumi məsafə, baxın, buradan tam aşağıdan yuxarıya qədər 8 addımdır. Ancaq buradakı kəsişdiyi nöqtə bura 2-dir. Düzdür uşaqlar? Onun ikisi çöldə qalıbdır. Yəni, içərisi 8-dən 2 çıxıram, 6-dır. 2 ilə 12 ixtisar. Cavabımız olmalıdır 36. 28-ci sualda cavab olur 36. Bax, belə. Şəkili biraz aşağıdan çəksəm daha yaxşı olardı. Daha sonra silmədim. Gərək aşağıdan çəkərdim şəkili, daha geniş görərdik. Deməli, 29 eynisidir. Baxaq 30-cu suala. 30. İki təpəsi funksiyalarının qrafiklərinin kəsişmə nöqtələrində kəsişmə deyir, vaxt itirmədən verilmiş funksiyaları gəlin bir-birinə bərabər götürək. Çıxaq 4. Düzdürmü? Modul x sağ tərəfə, sol tərəfə doğru keçir və 2 modul x olur, mənfi. Müsbət 6-nı da sağa doğru keçirdirik, olur -6, yəni -10. Hər tərəfi -2-yə bölürük. Modul x 5-ə bərabərdir. Deməli, x-imiz bir dəfə müsbət 5-ə, bir dəfə də -5-ə bərabərdir. X-in koordinatlarını tapdıq və gəlin şəkli quraq. Aha, funksiyalarımızdan biri, deməli, müsbət 6 nöqtəsindən keçən və başını aşağıya doğru əymiş bir modul funksiyasıdır. Digəri isə -4 nöqtəsindən keçən, üzü yuxarıya doğru bir modul funksiyasıdır. Bu şəkildə nöqtələrin koordinatlarını yazaq. Bura müsbət 6 idi, bura isə -4 idi. Aha. Belə bir qapalı fiqur alınıbdır, dördbucaqlı alınıbdır. Həmin bu dördbucaqlının sahəsini tapmalıyıq. X-imiz burada -5-dir. Bu tərəfdə isə müsbət 5-dir uşaqlar. Deməli, fiqur dördbucaqlıdır. 2-də 1, D1, D2 ilə hesablamaq lazımdır. 2-də 1, birinci diaqonal bu içərini nəzərdə tuturam. 6 addım yuxarı, 4 addım aşağı, yəni 10. İkinci diaqonalımız isə, baxın, 5 sağa, 5 də sola, 10. Deməli, olur 2 və 10 ixtisar gedir, 50. 30-cu sualda cavab oldu 50. Fiqurun sahəsi. Biraz öncə də buna uyğun işləmişdik bir dənəsini. Orada da yenə 2-də 1, D1, D2 ilə hesablamışdıq. 31 də eynisidir. Keçid alırıq 32-ci suala. Aha. B parametrinin hansı ən kiçik tam qiymətində funksiyasının qrafiki 3x çıxaq B funksiyasının qrafiki ilə kəsişmir deyir. Aha. Funksiyasının qrafiki 3x çıxaq B funksiyasının qrafiki ilə kəsişmir. B-nin hansı ən kiçik qiymətində. Uşaqlar, kəsişmə deyəndə biz bilirik ki, funksiyaları bir-birinə bərabər götürüb həll etmək lazımdır, düzdürmü? Bəs kəsişməməyi deyəndə bizdə nəyi nəzərdə tutur? Yenə də biz bu funksiyaları bərabər götürüb həll edəcəyik, sadəcə daxil olmayan aralığı tapmaq lazımdır bizə. Burada isə uşaqlar, gəlin diskriminantımızı tapaq. Deməli, D bərabər B kvadrat, yəni 64 çıxılsın. 4AC. Uşaqlar, burada 4 vurulsun. A-mız 1-dir. S-miz isə -7 üstə gəlinsin B-dir. Yəni, B çıxaq 7-dir. İfadə ümumilikdə 0-dan gərək kiçik olsun ki, burada həlli ödənməsin, kəsişmə olmasın, koordinat olmasın. 64 çıxılsın. Deməli, 4B üstə gəl 28 kiçikdir, 0 olmalıdır. Deməli, 64, 28-i toplasaq, edər 80-92. Çıxılsın 4B kiçikdir 0-dan. 4B böyükdür. Deməli, müsbət 92. B isə böyükdür. Neçə dəfə düşər?
2, 3, 23-dən böyük qiymətlərində. Deməli, B-miz 23-dən böyük olmalıdır. Sualımızın nömrəsi neçə idi? Sualımız 32-ci sual idi. 23-dən böyük, yəni 24. B-nin 24 qiymətində artıq funksiyanın kökü olmur, kəsişmirlər bir-birləri ilə. Keçid alırıq 33-cü və sonuncu sualımıza, səhv etmirəmsə. Baxaq 33-ə. Aha. A parametrin hansı qiymətində kvadratik funksiyasının qrafikinin təpə nöqtəsi? Buradaca dayanaq uşaqlar. Təpə nöqtə dedikdə bizdə M və N-i nəzərdə tutur, düzdürmü? Kvadratik funksiyalarda. Gəlin ilk öncə M-i tapaq. M bilirik ki, mənfi B bölünsün 2A idi. Mənfi 2 vurulsun. A-nın yerinə bizdə elə x kvadratın əmsalı A durur. B isə x-in əmsalıdır, yəni 2A-dır. İxtisar gedir, mənfi 1 qalır. M-i tapdıq, mənfi 1. N-i gəlin tapaq. N-i uşaqlar düsturla da tapa bilərsiniz. Bir də funksiyanın özündə aparıb bu M-in qiymətini, yəni mənfi 1 yerinə yazsaq, N-i də tapmış olarıq. Y, yəni N bərabərdir. X gördüyüm yerlərə mənfi 1 yazıram. Olur A, çıxaq 2A, üstə gəl 3A, çıxaq 9. Y, yəni N bərabərdir. A-dan 2A çıxırıq mənfi A, 3A-da gəldikdə müsbət 2A, çıxaq 9. Bu da bizim N-imizin koordinatıdır. 2A çıx 9. Deməli, həm M-i, həm N-i tapdıq. Qrafikin təpə nöqtələrini tapdıq. Və deyir ki, 3x plus 10 tənliyi ilə verilmiş düz xəttin üzərində olar. Yəni, bu düz xəttin üzərində həmin bu nöqtələr ödənir. Yəni, x gördüyüm yerə mənfi 1, Y gördüyüm yerə 2A minus 9 yazmalıyam. Y-in yerinə yazıram 2A minus 9 bərabər 3 vurulsun. X-in yerinə yazıram mənfi 1, üstə gəl 10. Deməli, 2A minus 9 bərabər, sağ tərəfimiz olur mənfi 3 müsbət 10, yəni müsbət 7. 2A bərabər 16, A bərabər 8. A-nı 8 tapdıq. Bizdən A parametrinin qiymətini soruşurdu. Cavab elə olur 8. 33-cü sualla da, uşaqlar deməli, səhv etmirəmsə, baxım görün, bəli. 33-cü sualla da bölmənin sonuna gəldik, çatdıq. Bununla da funksiya və qrafiklər bölməsini yekunlaşdırdıq. Növbəti videoda inşallah trigonometrik funksiyaların izahına baxacağıq. Sağ olun, sağlıqla qalın.